Dövlət başçısı sual var. Aman ola. Siz istintaq dövründə ifadə vermişsiniz. Ümumiyyətlə getmişsiniz ifadə vermişsiniz. Sizə təklif olunub, gedib müstəntiqi ifadə verəsiniz. Kimsə desin, gedək. Niyə getməmişsiniz? Adını deməmişdim. Ha? Çünki deyilməmiş. Yox, mən başa düşürüm. Bax, sizin gözünüzün qarşısında... Etiraz edirəm məhkəmə, yəni bu sual deyil. Niyə sual verilmədi? Sual olaraq soruşur ki, siz niyə istintaqa getməmişsiniz? Niyə getməmişsiniz? Yəni təşəbbüsü niyə göstərməmişsiniz? Təşəbbüsü niyə getməmişsiniz? Niyə göstərməli ki? Hələ sualını verməmişdim. Tutaq ki, sualı verirəm. Mən sual dəqiqləşdirək. Sual vermək istəyirəm ki, mən soruşdum ki, heç kim mənə deməyir. Mən deyirəm ki, sizin yanınızda şəxs tutulur. Siz bildiniz niyə saxlanılır, niyə aparılır? Yox, bilmirəm. Sizə dedilər polisdir gəlir. Hə, polisdə demiş. Polis dedilər. Siz o vaxtı bildiniz niyə saxlanılır, niyə aparılır? Xeyr, sadəcə səbəb Kənardan. kənardan görmüşəm. Bax, deyirsiniz ki, özünü qışqırdı ki, qaç get, yoxsa nəsə problem var. Bundan sonra siz, yəni, normal bir sualdır, yəni ondan sonra siz nəzə özünüz gedib istintaqa müraciət edin. Mən bilməsən yazarsınız, yəni ki, mən də hadisə yerində olmuşam. Mən zaten onu demək istəyirdim, prosto elə bir adam yox idi ki, mənim arxamda, yəni bir yerdə gedək onu Siz sonradan bildiniz, niyə saxlanılır? Aha, bildim. Nə vermişdilər, niyə saxlamışlar? İddialı nə idi? Narkotik. Bayaqlar qeyd edirdiniz ki, mən nəsə bir şalvar var idi, açdım, ciblərini var. Ciblərini niyə yoxdur? Çünki çıxmışdı cibləri. Ha? Çıxmışdı cibləri. Cibləri çıxmışdı. Aha. Dedim ciblərini axtardım elə bir Axtardım demədim, sadəcə dedim çıxmış ciblərini, əlimi geri saldım. Yenə də, bax, siz deyirsiniz ki, eşirirsiniz ki, narkotik çıxıb ya nəsə. Ondan sonra da sizə maraqlı olmadı ki, bunun şalvarını mən vermişəm, bu cibini yoxlamışdım. Mən gedib deyim ki, bunu mən yoxlamışam, axı bunun cibində heç nə yox. İstəyirdim, axı mən gitmək istəyirdim, bildirmək istəyirdim. Sadəcə elə bir insan yox idi ki, mən gedib orada danışacağım bir insan yox idi. Çünki heç birini tanımırdım. Kimi tanımalısınız?